Salam Arzu, necəsən? Salam, yaxşıyam, siz necəsiz? Biz də yaxşıyıq, çox sağ ol. Əla. Bugünkü mövzumuz nədir? Bugünkü mövzumuz xoşbəxtlikdir. Məncə maraqlı mövzudur. Və yaxud da maraqlı danışmağa çalışacağıq. Çünki biraz çeynənmiş mövzudur, çox adam tərəfindən danışılıb. Sadəcə mən düşünürəm ki, Azərbaycanda çox az xoşbəxt adam var. Yəni hiss Sadəcə elədiyim Azərbaycanda səncə? budur. Məncə Sadəcə ümumiyyətlə yox. bizim generasiya biraz bədbəxt generasiyadır. Yox, bizdə yəni Azərbaycanda generasiya fərqi də yoxdur. Nəsil fərqi yoxdur. Hamı bədbəxt. Çünki adicə dünən bir dənə video görmüşdüm. Videoda danışılırdı xoşbəxtlikdən ya elə bir şeydən. Bütün kommentlərə baxdım. Hamı deyir Azərbaycanda xoşbəxt adam yoxdur. Mənim qaynağım tək bir video və onun kommentləridir. Ona görə çox güvənlidir. Yox, əslində ola bilər ki, bu biraz bizim millətlə də bağlı bir şey olsun. Yəni əlbəttə ki, bura iqtisadi problemlərin də təsiri var buna. Amma ki, bizim millət özü də biraz elə bir ki, bədbəxtliyə meyllidir. Yəni xoşbəxtliyin dəyərini bilən bir millət deyil. Xoşbəxtlik nədir ki? Yəni ola bilər ki, bizim yaşadığımız həyat çox da xoşumuza gəlməsin. Əlbəttə bunların da təsiri var, müəyyən qədər pulun da təsiri var. Yaşadığın ailənin də, doğulduğun yerində hər bir şeyin təsiri var. Amma ki, ən çox da xoşbəxtlik əslində özümüzdən asılı olan bir şeydir. Burada xoşbəxtlikdən yox, məmnuniyyət hissindən danışırıq. Çünki insanların əslində axtardığı şey xoşbəxtlik deyil, məmnuniyyət hissidir və məmnuniyyət hissi də ki, bəli, insanın tamamilə özündən asılı olan bir şeydir. Məmnuniyyətlə xoşbəxtliyin fərqi nədir? Xoşbəxtlik əslində anlıq bir duyğudur. Məsələn, tutaq ki, biz yaşamaq istədiyimiz bir ölkədən iş vizası qazanmışıq. Bu zaman biz xoşbəxt oluruq. Özümüzdən asılı olmadan bizə anlıq gələn bir hormon patlamasıdır, belə deyək. Biz gözləyirik ki, əslində xoşbəxtlik gəlsin və bütün ömrümüz boyunca xoşbəxt olmağa davam eləyək. Amma ki, bu real bir şey deyil. Yəni insan bütün ömrü boyunca xoşbəxt ola bilməz. Məsələn, dediyim kimi siz bir iş vizası qazanmısınızsa, bu sizə xoşbəxtlik verəcək, amma ki 1 saat çəkəcək. Tutaq ki 2 gün çəkəcək. Arada bir yadınıza düşüb sizi xoşbəxt eləyəcək, amma ki bütün ömrümüz boyunca buna xoşbəxt olaraq yaşaya bilməliyik əlbəttə. Məmnuniyyət hissi isə bəli, bütün ömrümüzə yayılan bir duyğudur və məmnuniyyət hissinə isə biz özümüz qərar veririk. Xoşbəxt olmağa biz qərar verə bilmərik ki, mən bu gündən xoşbəxt olacağam. Çünki onun üçün müəyyən bir hadisələr baş verməlidir həyatımızda. Amma ki biz birdən-birə həyatından məmnun bir insan olacağam deyib artıq ondan sonraki həyatımızda belə deyək, bardağın dolu tərəfindən baxmaq deyir türklər. Həyata bu şəkildə yanaşa bilərik. Yəni məmnuniyyət duyğumuzu artıra bilərik. Burada mənim razılaşmadığım bir şey var ki, məmnunluğu məncə həmişə özümüz seçmirik. Bəzən biz seçmədən gələ bilir, bəzən də seçmək istəsək də gəlmir. Biz seçmədən gələ bilmir, onu deyim. Amma ki, düz deyirsən, biz seçsək də bəzən gəlməyə bilir. Tutaq ki, mən həyatımdan məmnunam, amma birdən-birə elə bir hadisə baş verir ki, mən tutaq ki, mənə çox yaxın bir insanı itirirəm. Yəni elə hadisələr baş verir ki, öz əlində deyil depressiyaya düşməmək. Amma ki, xoşbəxtlik kimi bədbəxtlik də, yaxınımızı itirməkdə, işimizi itirməkdə bizi bir müddət bədbəxt eləyir. Sonradan xoşbəxtliyə alışdığımız kimi bədbəxtliyə də alışmağa başlayırıq. Demək istədiyim, yəni stabil həyatımızda həyatından məmnun insan olmağa çalışmalıyıq. Bəs insanlar xoşbəxtlik axtarır yoxsa məmnunluq? İnsanlar təəssüf ki, daha çox xoşbəxtlik axtarırlar. Adicə telefonda şortlar çevirməyimizdən tutmuş, davamlı xoşbəxt olduğumuzu düşünməyimizə qədər hamısı dopamin axtarışıdır. Amma ki, axtarmalı olduğumuz hormon serotonindir, dopamin yox. Onda məmnunluğu serotonin gətirir. Serotonin bizə əslində məmnunluq duyğusunu gətirmir. Serotonin bizə özümüzü yaxşı hiss etməyimiz üçün, depressiyada olmamağımız üçün lazım olan bir hormondur. Əslində xoşbəxtlik hormonları 4 dənədir. Onlar haqqında biraz məlumat vermək istəyirəm. Dopamindir, oksitosindir, serotonindir və endorfindir. Dopamin hansı hallarda ifraz olunur? Daha çox o dediyimiz xoşbəxtlik anlarında. Məsələn, tutaq ki, uşağımız dünyaya gəldi. Çox insan deyir ki, həyatımın ən xoşbəxt anı uşağımın olduğu anı idi. Bu anda bizə dopamin patlaması yaşanır yenə də. Adicə yeməyi yeyəndən 20 dəqiqə sonra da deyirlər ki, dopamin hormonu ifraz olunur bədəndə. Bunun yəni əslində yaşamağımız üçün lazım olan dozasıdır dopaminin. Dopaminin biraz zərərli formaları da var. Onlardan danışacağıq əlbəttə ki. Oksitosin əslində daha çox sosial bağlarla əlaqəli bir hormondur. Tutaq ki, ailəmizlə aramız yaxşıdırsa, dostlarımızla aramız yaxşıdırsa, onlarla oturub söhbət edəndə, hətta qucaqlayanda sevdiyimiz bir insanı oksitosin hormonu ifraz olunur. Oksitosin hormonu həm də partnyorumuza olan sədaqətimizi formalaşdıran bir hormondur və belə bir araşdırma edilib ki, qadınlarda daha yüksək olur. Bu da aydındır ki, yəni qadınlar daha az xəyanət edən tərəf olurlar hər zaman. Bunun oksitosinlə də bir yerdə əlaqəsi var. Əlbəttə ki, tamamilə artıq kişilər deyə
bilməzlər ki, məndə oksitosin azdır, ona görə xəyanət edirəm, amma ki, bu hormonla da müəyyən qədər əlaqəsi var. Serotonin hormonu isə demək olar ki, bizim üçün ən dəyərli hormonlardan biridir. Çünki serotonini qazanmaq da çox çətindir. Bu öz səylərimiz nəticəsində də baş verir biraz. Əlbəttə genetik faktorlar da rol oynayır burada. Serotonin əsasən məsələn tutaq ki, bizim bir məqsədimiz var həyatda. Biz o məqsədə çatmaq üçün mübarizə aparırıq. Məsələn, oxuyuruq, dərslərə qoşuluruq və yaxud da tutaq ki, biz istəyirik ki, sağlam olaq və hər gün yuxudan durub qaçırıq, idmana gedirik hər gün. Davamlı elədiyimiz bu proseslər bizdə serotonin hormonu ifraz etdirir bir müddət sonra. Özümüzə xeyirli bir şeylər eləyiriksə, bu zaman serotonin hormonu ifraz olunur. Depressiyaların ən böyük səbəbi serotonin hormonunun az olmasıdır və hətta depressiyanın müalicəsində də çoxunluqla serotonin tərkibli dərmanlardan istifadə olunur. Və sonuncu hormon endorfindir. Endorfin bilirik ki, bizdə daha çox həyəcan hormonu kimi gedir. Daha çox həyəcan olan proseslərdə, məsələn, imtahana giririksə, və yaxud da cimdə ağır bir idman eləyəndə falan, həmin vaxtı endorfin hormonu bizdə ifraz olunur. Hətta beta endorfin deyə bir hormon var. Deyirlər ki, insan çox həyəcanlananda, məsələn, kimsə əlində bıçaqla üstümüzə gəlib bizi öldürmək istəyəndə beta endorfin hormonu ifraz olunur. Bu da morfindən 30 qat daha güclü ağrıkəsicidir. Hansı ki, kimsə sizi öldürsə və yaxud da əvvəl çox həyəcanlanıb sonra hansısa bir ağrılı proses yaşasanız da siz artıq o ağrını hiss eləmirsiniz. Çünki morfindən daha güclü bir ağrıkəsici var bədəninizdə. Sosial mediada əsasən Instagramda, LinkedIn-də baxıram ki, insanlar hamı uğurludur, hamı xoşbəxtdir, hamı hər an özünü yaxşı hiss eləyir. Yəni belə bir hissiyat var. Səncə insanlar həqiqətən xoşbəxtlər, yəni o sosial mediadakı o insanlar, yoxsa sadəcə elə görünürlər? Bu aralar əslində düz deyirsən, biraz xoşbəxt görünmək moddadır. Çünki hamı, yəni həqiqətən də Instagrama girirsən, LinkedIn-ə girirsən, hamı bacarıqlıdır, hamı çox xoşbəxtdir kimi görünür. Çünki bu bir növ əslində təsdiq arzusudur insanların. Çünki insanlar elə bilirlər ki, başqaları görəndə ki, məsələn, Ziyadxan çox xoşbəxtdir. Vau, Ziyadxan Almaniyaya gedib tətil eləyir Almaniyada deyəndə insanlar sanki onlar xoşbəxt olacaqlar, elə hiss edirlər özlərini. Əlbəttə ki, bunu eləyəndə içində boşluq olan insanlardır. Yəni içində boşluq olmayan insan başqalarına özünü xoşbəxt göstərməyə çalışmayacaq. Bir də ki, bunu biraz da trendlərə bağlayıram əslində. Çünki əvvəl məsələn bir ara depressiyada olmaq moddaydı. İnsanlar hamı depressiyadaydı. Depressiyada olan, olmayan. Bu arada depressiya çox ağır bir xəstəlikdir. Yaşamaq istəməzsiniz. Yataqdan çıxmağa halın olmur. Sevdiyin aktivitetləri eləməyə halın olmur. Amma ki, həmin dövrdə yadımdadır, hamı güya depressiyadaydı. Hətta həmin dövrdə depressiyondayım mahnısı da çıxmışdı. Depressiyondayım, unutuldum, aldatıldım. Sonra isə bu dəyişdi. İndi isə artıq xoşbəxt olmaq moddadır. Bu modlar necə dəyişir? Trendlər necə dəyişir? Əslində geyim tərzlərində də moda bu şəkildə dəyişir. Bir müddət belə salaş geyimlər modda olur. Yadımdadır, bir ara belə hudilər, belə qadınlar yekə paltarlar geyinirdi. Oversize geyimlər moddaydı. Sonra hamı getdi o oversize geyimləri aldı artıq. Artıq kapitalizm dedi ki, artıq insanlar paltar almırlar. Yəni pul xərcləmirlər və birdən-birə feminin enerji moda düşdü və hamı başladı feminin paltarlar almağa, belə incə-incə paltarlar almağa. Yəni hamı qardırobunu dəyişdi. Yenidən kapitalistlər pul qazandı. Sonra indi old money stili gəldi. Yəni daima bu stillər dəyişir, bu fashion dəyişir. Əslində xoşbəxt olmaq trendə minir, bir gün bədbəxt olmaq, bir gün depressiyada olmaq trendə minir. İnsanların davranışları da kənara verdikləri pozalarda dəyişir. Yəni ki, LinkedIn-də, Instagramda gördüyümüz o xoşbəxt, bacarıqlı insanlar biraz da trendlərin yaratdığı modellərdir əslində. Və əlbəttə ki, gənc insanlar da onlara baxıb, xüsusilə də psixologiyası yetər qədər sağlam olmayan insanlar özlərini daima müqayisə edirlər ki, mən niyə belə deyiləm, bu insan niyə belə xoşbəxtdir, filan kəs filan yerdə tətil eləyir, mən niyə burdayam. Dediyim kimi, trendlər dəyişdikcə indi artıq xoşbəxtlik moddadır. Əvvəldə bədbəxtlik moddaydı. Bu da əlbəttə ki, insanlar depressiyada olanda depressiyada olmağa aid bir şeylər satın alırlar. Sonra artıq onları satın almaq dayandırılandan sonra da başlayırlar xoşbəxt insanların indi satın alacağı şeylər, məsələn, təyyarə biletləri satın alınır. Bəzən məsələn mənə tanışlarım falan deyirlər ki, biz xoşbəxtik, mən xoşbəxtəm, ailəm var, o var, bu var, xoşbəxtəm deyirlər. Amma ki, onlara da demək istəyirəm ki, kəş ki elə olasan, yəni kəş ki xoşbəxt olasan. Bir xoşbəxt olan insan davamlı mən xoşbəxtəm deməyə çalışmır ətrafına. Sadəcə olaraq səssiz bir şəkildə xoşbəxtliyini yaşayır. Və nədən bilə bilərik ki, onlar əslində göründükləri qədər xoşbəxt deyillər. Telefondan kifayət qədər xoşbəxt ola bilən bir insan beynində mükafatlandırma mexanizması var. Tutaq ki, siz çox böyük bir iş gördünüz və ondan sonra sizin beyninizdə mükafatlandırma mexanizmi işə düşür. Siz həmin vaxtda əgər əliniz telefonunuza gedirsə, tutaq ki, hansısa bir bug həll elədiniz. Əgər o dəqiqə əliniz telefonunuza gedirsə ki, biraz istirahət edeyim, biraz telefonda fırlanım, Instagramda nəyisə short izləyim, onda deməli siz xoşbəxt deyilsiniz. Demək ki, sizin içinizdə bir boşluq var. Çünki yəni beyin bilir ki, bu istirahət deyil. Qətiyyən short izləyəndə sizin beyniniz istirahət eləmir. Çünki beyniniz dayanmadan lazımsız informasiyalarla doludur.
olur, qidalanır və əslində siz işinizə də qayıdanda kifayət qədər istirahət eləmiş hiss eləmirsiniz də. Əksinə beyin daha da yorulmuş olur həmin vaxtda. Əgər siz tutaq ki, hansısa bir mövzu gəlir ağlınıza, siz telefonu götürüb onu araşdırırsınızsa, YouTube-da girirsiniz hansısa bir mövzunu araşdırıb baxmağa, onda girib hansısa bir shorts videonu izləyirsinizsə, okey, bu normaldır. Yəni, bu sizə xidmət eləyir artıq. İndi sosial mediadan danışdıq və biraz qısa videolar izləməkdən bəhs elədik, yəni ingiliscə scrolling. Bu bizim beynimizə ümumiyyətlə necə təsir eləyir? Bu əslində dopamin bolluğudur bir növ. Bu videolar beynimizdə dopamin ifraz etdirir əlbəttə ki, baxan kimi. Çünki beynimiz asanca bir həzz alır. Yəni tutaq ki, biz uzun bir kinoya oturub baxsaq, orada kinoda bəzi şeylər bizə sətr altı göstərilir. Yəni hər şey o dəqiqə açığa vurulmur. Yavaş-yavaş proses gedir. Biz bir şeylər baxa-baxa öyrənirik və yaxud da biz oturub kitab oxuyanda, yəni beynimizdə kitab oxumaq daha da çətin bir prosesdir. Beynimizdə təsəvvür eləməliyik oxuduqlarımızı. Yəni bizə o dəqiqə hazır bir informasiya vermir. Amma ki, shorts videolarında çox asan bir formada heç düşünmədən biz bir informasiyaya məruz qalırıq və o informasiya bizə çox cəlbedici gəlir. Əlbəttə ki, dopamin hormonu ifraz etdirir bu da və biz başlayırıq çevirməyə ki, yenə eyni şeyi yaşayaq, yenə eyni dopamin alaq. Əlbəttə ki, bir müddət sonra beynimiz keyməyə başlayır və artıq bu dopamin dozası bizi xoşbəxt etməməyə başlayır. Xoşbəxtliyin dayandığı yerdə nə başlayır? Burada da biraz öz təcrübəmdən danışmaq istəyirəm. Mən bu ilin əvvəlindən Instagramı sildim. Əvvəl mən çox reels izləyirdim Instagramda. Hardasa 2 saat, 3 saat izlədiyim olurdu. Hətta daha çox izləyənlər də var. 10 saata qədər izləyənlər də var hətta. O vaxtlar yadımdadır ki, bu videoları izləyib qutarandan sonra telefonu kənara qoyanda bir narahatlıq hiss eləyirdim, amma izlədiyim müddətdə bir hissiyatım olmurdu. Artıq 3 aydır ki, mən izləmirdim onları. YouTube-u açdım o günlərdə. YouTube-da başladım izləməyə short videoları. Bir 10 dəqiqədən sonra mənə bir belə narahatlıq gəlməyə başladı. Niyə bunu izləyirəm yəni? Və telefonu bağladım, qoydum kənara. Bunun səbəbini araşdırdım ki, niyə bu baş verir? Araşdıranda tapdım ki, dopamin hormonu əslində təkcə bizə xoşbəxtlik vermir, həm də bütün xoşbəxtlik hormonları, həm də insana biraz da həyəcan, təşviş hissi verir və bu təşviş hissi də bizi əslində narahat etməlidir. Mən o dopamin dozasına məruz qalandan 10 dəqiqə sonra artıq dopaminin verdiyi xoşbəxtlik hissi keçdiyinə görə sadəcə olaraq onun təşviş hissi məndə qalıb və məndə artıq o dopamin dozası təşviş yaradır sadəcə olaraq. Gör bu insanları 1 saat, 2 saat reels izləyən insanlar artıq o təşvişə alışırlar, o təşviş duyğusuna və hiss eləmirlər ki, onlarda təşviş duyğusu var hal-hazırda. Mən də əgər indi deyirəm də 10 dəqiqə sonra narahatlıq hiss elədim üzərində. Mən də əgər hər gün oturub 1 saat, 2 saat yenidən başlasam YouTube-da shortslar izləməyə, mənim də beynim uyuşacaq. Mən də artıq o dopaminin xoşbəxtlik səviyyəsi keçəndən sonra təşviş duyğusu gəldiyini hiss eləməyəcəm və zombiləşəcəm, belə deyək. Bir növ zombiləşmədir bu çünki. Arzu, keçmişdə daha xoşbəxt idik. Bu sualı əslində iki mənada anlamaq olar. Çünki insanlar həmişə deyirlər ki, biz keçmişdə daha xoşbəxt idik. Amma bu keçmiş öz keçmişimiz, yəni yaşadığımız keçmiş, yoxsa bütün dünyanın məsələn 90-cı illər, 80-ci Hər illər iki mənada deyirəm, həm qədim zamanlarda, həm də ki öz keçmişimizdə. öz keçmişimizdə daha xoşbəxt olmağımız biraz doğru məsələdir. Çünki belə bir söz var ki, xoşbəxtlik yaşanmaz, xatırlanır. Ona görə olur ki, bu duyğu. Xoşbəxt bir an yaşayanda biz düşünmürük ki, həmin anda mən nəyə görə xoşbəxtəm? Mən hal-hazırda xoşbəxtəm. Bunu hiss eləməyə vaxtımız olmur. Sadəcə olaraq xoşbəxt oluruq və çünki yəni xoşbəxtlik sorğulanası bir şey deyil. Xoşbəxt olanda mən niyə xoşbəxtəm sualını versəz, xoşbəxt olduğunuz an keçib gedər. Yaxşı ki, bu sualı vermirik zaten özümüzə o anı yaşayanda. Amma ki, adətən bədbəxt olanda, pis hiss eləyəndə sorğulamağa başlayırıq ki, nəyə görə pis hiss eləyirəm, necə bu duyğunu keçirdə bilərəm? Bu da çox normal bir şeydir. Bədbəxtliyimizin keçməyinə də kömək eləyir bu sorğu. Buna görə də xüsusilə özümüzü pis hiss eləyəndə keçmişə getməyimiz çox normaldır. Depressiyada olan insan ya keçmişlə yaşayır, ya da gələcəklə yaşayır. Çoxunluqla insanlar düşünürlər ki, "Va, o vaxt necə xoşbəxt idim, amma heç fərqində deyildim." Yaxşı ki, fərqində deyildin. Fərqində olsaydın, o anı yaşaya bilməyəcəkdin. Ona görə də bu biraz doğrudur əslində, keçmişdə daha xoşbəxt idik tezi. Amma ki, o retro hissinə qapılan insanlar, yəni 90-cı illərdə, 60-cı illərdə daha xoşbəxt idi deyən insanlar, o vaxtda hər şey daha az idi və əlbəttə ki, daha dəyərli idi hər şey. O dövrün sehrinə qapılanlar daha çox xanımlardır. Retro musiqilərdən, retro filmlərə baxıb o dövrün havasına qapılırlar ki, o dövr daha yaxşı idi. O dövr sadəcə olaraq romantik kinolarda baxdığımız o anlardan ibarət deyil. O dövrdə məsələn qadınlar əldə paltar yuyurdular, paltar yuyan maşın yox idi, qab yuyan maşın yox idi. Qadınların həyatı çox çətin idi. İcazəsiz evdən çıxmaq olmazdı məsələn. Dəqiqədə bir kimsə bir qadını qaçırırdı, öz istəyi olsa da, olmasa da. Və kişilərin də həyatı eyni zamanda çox çətin idi. Məsələn,
sevdiyi bir qadını görmək üçün çox əziyyət çəkirdilər və yaxud da iş tapmaq çox çətin idi, oxumaq çox çətin idi. Xüsusilə də qadınlar üçün oxumaq çətin idi. Elə kişilər üçün də eyni qədər əslində. Müharibələr də çox olurdu. Müharibələr çox idi. Xəstəlikdən insanlar ölürdülər, tibb indiki qədər inkişaf eləməmişdi. Yəni keçmişdə daha xoşbəxt deyildi əslində. Hal-hazırda imkanlar daha çoxdur. İş tapmaq imkanımız, oxumaq imkanımız daha çoxdur. Ona görə də retro hissinə qapılanlara qatılmıram. Bəs səncə evlilər daha xoşbəxt yoxsa Almaniyada sosial-iqtisadi panel xoşbəxtlik üzərində araşdırma edib və evlilərlə subayların da fərqini izah ediblər. Belə bir nəticəyə gəlinib ki, ən axırda 3-5 ildən sonra evli insanların xoşbəxtliyi yenə də əvvəlki versiyasına qayıdır. Yəni ilk 3-5 ildə biraz daha xoşbəxt olurlar, sonradansa əvvəlki variantına qayıdır. Harvardda da 80 ildən çox xoşbəxtlik üzərinə aparılan bir araşdırmadan belə bir nəticə çıxır ki, sağlam münasibəti olan insanlar daha xoşbəxtdirlər, nəinki münasibəti heç olmayan insanlardan. Pis münasibəti, toksik münasibəti olan insanlar da hər ikisindən daha bədbəxtdirlər. Biz də belə bir nəticəyə gələ bilərik ki, əlbəttə ki, bu çox faktordan asılıdır xoşbəxt olmaq. Təkcə evli subaylıqdan asılı ola bilməz. Çünki evlənimsə gəl, mən artıq missiyamı tamamladım. Artıq xoşbəxtəm. Belə bir tamamlanma gətirə bilər. bəs pul xoşbəxtliyi gətirirmi? Pul əslində müəyyən qədər gətirir xoşbəxtlik, amma ki düşündüyümüz qədər çox deyil. Yəni ki, xoşbəxtliyimiz tamamilə puldan asılı deyil. Əslində insanların böyük bir çoxunluğu düşünürlər ki, falan maşını alsam, falan evi alsam, yəni pulum olsa, dolayısıyla xoşbəxt olaram yəqin ki. Amma ki elə deyil. Amerikada belə bir araşdırma edilib. İllik gəliri 100.000 dollar olana qədər insanlara pul xoşbəxtliyi gətirir. Amma ki 100.000 dolları keçəndən sonra artıq pul insanların xoşbəxtliyində heç bir rol oynamır. Bir də ki pul insanlara keçici bir xoşbəxtlik gətirir. Bizdə biraz da bu düşüncə var ki, məsələn, bunu alım, onu alım, xoşbəxt olacağam güya ki. Bu da kapitalizmin bir işidir əlbəttə ki. İstehsalçılar bu yöndən istifadə edirlər. Xüsusilə xanımlarda, qadınlarda elə bir algı yaradırlar ki, güya ki onlarda Dyson olsa, onlar xoşbəxt olacaqlar. Və bizə əslində bir xoşbəxtlik xəyalı satırlar, demək olar ki. Əslində bu kişilərdə də var bir növ. Məsələn, Mercedes alsam xoşbəxt olacağam, tutaq ki. Belə düşüncədə olan kişilər də olur. Maşınımı dəyişməliyəm, evimi dəyişməliyəm, onu dəyişməliyəm, bunu dəyişməliyəm. Amma daha çox qadınlarda rast gəlinir ki, bu xoşbəxtliyi əşyalara, obyektlərə bağlayırlar. Amma ki o da bir daxili boşluqdan qaynaqlanır ki, davamlı bir şeylər satın alaraq o daxili boşluğumuzu doldurmağa çalışırıq elə bil ki. Hətta bunu yeməklə də bəzən bağlaya bilirlər. Məsələn, depressiyada olan insan ya çox yeyir, ya da ki heç yemir, yəni iştahı kəsilir. Yemək də əslində daxilindəki boşluğu doldurmaq üçün olan bir hərəkətdir, yəni belə deyək. Əgər özünü xoşbəxt eləmək üçün alış-veriş eləyirsənsə davamlı, bu onu göstərir ki, sən özünü yetərsiz hiss eləyirsən, sənin öz dəyərin yoxdur, öz dəyərin düşükdür. Ona görə də sən davamlı nələrsə satın alıb özünə verdiyin dəyəri, məsələn, hansısa bir obyektlə ölçürsən ki, mənim iPhone 17-im varsa mən dəyərliyəm, mənim Dyson-ım varsa mən dəyərliyəm. Dəyər mənəvi bir şeydir əlbəttə ki. Bayaq da əslində bu mövzuya toxunmuşdum. Yəni davamlı mən xoşbəxtəm, mən dəyərliyəm, mən hər şeyin ən yaxşısına layiqəm deyən insan özünü elə hiss eləmir əslində. Əslində onun daxili boşluğu var. Ona görə də davamlı kənara mən dəyərliyəm deməyə çalışır. Sonda bu şəkildə ümumiləşdirə bilərik ki, xoşbəxt olmaq üçün mütləq bir səbəbə ehtiyacımız yoxdur. Sadəcə olaraq əlimizdə olanlarla da xoşbəxt ola bilərik. Əslində xoşbəxt olmaq deyil istədiyimiz, həyatımızdan məmnun olmaqdır və məmnun olmaq da, məmnuniyyət də tamamilə bizim əlimizdə olan bir duyğudur. Yəni ki, bunu uzaqlarda axtarmağa, çox çətinlik çəkməyə bunun üçün bir ehtiyac yoxdur. Xoşbəxtlik bir çox amillərdən asılıdır. Bunlardan ən başda gələndə əslində genetik amillərdir. Yəni 50% xoşbəxtliyimiz genetik amillərdən asılıdır araşdırmalara görə. 10% həyat şəraitimizdən asılıdır. 40% də bizim düşüncə və davranışlarımızdan asılıdır. Ona görə də düşüncələrimizi dəyişək, həyatımızı dəyişək, yəni xoşbəxt olmaq istəyiriksə, əslində hər gün idman eləmək, məsələn, kitab oxumaq, həmçinin sosial bağlar çox vacibdir. Hətta belə bir araşdırma var ki, sosial bağlarınız yaxşı deyilsə və siz buna görə tənhalıq hiss edirsinizsə, bu hər gün 2 paçka siqaret çəkməkdən daha çox zərər verir sağlamlığımıza. Ona görə də sosial bağlarımızı yaxşı eləyək, ailəmizlə münasibətlərimizi yaxşı eləyək, dostlarımızla, gedib ailəmizi qucaqlayaq, onlarla bir yerdə vaxt keçirdək, telefonda vaxt keçirdiyimizdən daha çox ətrafımızdakı insanlara vaxt ayıraq, sosiallaşaq, söhbət edək. Yaxşı bir söhbət belə mənəviyyatımıza olsun, xoşbəxtliyimizə olsun, çox təsir edir həqiqətən də. Gördüyünüz kimi xoşbəxt olmaq çox sadə şeylərdən asılıdır. Əslində çox da mürəkkəb bir şey deyil. Sosial bağlardır, yediyimiz qidadır, oxuduğumuz bir kitabdır. Yəni ki, çox da mürəkkəb bir proses deyil. Bunu bu qədər də mürəkkəbləşdirib gedib illaki Dyson, yeni bir maşın, yeni bir ev almaq məcburiyyətində deyilik. Həyatımızdan məmnun olmaq üçün hətta ən sonda da belə bir hekayə danışmaq istəyirəm. Mifik bir hekayə.
hekayədir. Bir gün tanrılar hamısı bir araya gəlirlər, xoşbəxtliyi yaradırlar və deyirlər ki, bunu harda gizlədək ki, insanlar heç vaxt tapa bilməsin onu. Hər yerə axtarırlar. Dağların ən yüksək nöqtəsinə qoymağı düşünürlər, dənizlərin ən dərininə qoymağı düşünürlər və ən sonda isə içlərindən biri deyir ki, gəlin onu insanların öz daxilinə qoyaq. Ora baxmaq heç vaxt ağıllarına gəlməz. Xoşbəxtliyi axtarırsınızsa, öz daxilinizə baxın. Özünüzlə, əlinizdə olanlarla xoşbəxt olmağa çalışın. İnanın ki, bacaracaqsınız. Çox çətin bir şey deyil. Və son olaraq videomuzu bəyəndinizsə, like eləməyi və kanalımıza abunə olmağı unutmayın. Bizim həmçinin WhatsApp channelımız var. Orada da hər həftə, yəni maraqlı infolar paylaşırıq. Əgər görmək istəsəz, kanalımızın haqqında hissəsindən keçid edə bilərsiniz WhatsApp-a və həmçinin TikTok hesabımız da var, Instagram da var. Bizi follow edə bilərsiniz, izləyə bilərsiniz. Suallarınızı şərh bölməsinə qeyd edə bilərsiniz və gələcəkdə görmək istədiyiniz mövzularda qeyd edə bilərsiniz. Onlara da üstünlük verməyə çalışacağıq. Təşəkkürlər. Sağ olun.